Çox sağ olun, təşəkkür edirəm. Baş verən hadisələr bugün Azərbaycanın gündəmində olan əsas məsələdir və tamamilə təbiidir, çünki əvvəla İran Azərbaycan Respublikasına qonşu olan dövlətdir. Bizim İranla 756 kilometr quru sərhədimiz var. Bundan başqa Xəzər dənizi üzərindən də İranla bizim sərhədlərimiz var. Eyni zamanda mənə elə gəlir ki, başlıcası isə bizim üçün əhəmiyyətli olan məsələ bizim 50 milyon civarında olan xalqımızın əksəriyyətinin, yəni 30 milyondan çoxunun məhz bu dövlətdə yaşamasıdır, İranda yaşamasıdır. Ona görə bu məsələlərin diqqət mərkəzində olması və Azərbaycanda müzakirə olunması tamamilə təbiidir və bizi narahat edən ən böyük məsələ orada bizim soydaşlarımızın taleyinin nə cür olması ilə bağlıdır. Təbii ki, bu müharibələrdən sonra hansısa nəticələr ortalığa çıxacaq. Müxtəlif layihələr mövcuddur. Hadisələrin ilk gedişində, məsələn, İsrailin Şah Rıza Pəhləvini, yəni Pəhləvi nəslindən olan Rıza Pəhləvini hakimiyyətə gətirmək ideyası mövcud idi. İndi bu ideya sonraki mərhələlərdə uğur qazanmadı və son dövrlərdə bir qədər aktuallığını itirib. Amerika Birləşmiş Ştatları İranda rejim dəyişikliyinin tərəfdarıdır. Amma bütövlükdə İranın dəyişməsi ilə əlaqədar, yəni tutaq ki, məğlub olmuş İranın yerində nə cür İran yaranacaq? Yəni bununla bağlı şəxsən mən Trump administrasiyasının hansısa bir vizyonu barədə məlumata malik deyiləm. Baxmayaraq ki, mən bu məsələ ilə çox ciddi şəkildə maraqlanıram, amma hələlik onların bir konkret bir mövqeyi ortalıqda deyil. Onlar rejimi dəyişdirmək istəyirlər, amma ölkədə nə cür bir vəziyyət yaranacaq? Teokratik rejim dəyişəcək, dünyəvi bir dövlət olacaq, demokratik bir dövlət olacaq, federativ bir dövlət olacaq, İran parçalanacaq. Yəni bu məsələlərlə əlaqədar təəssüf ki, bu müharibənin əsas deməli donoru olan Amerika Birləşmiş Ştatlarının açıq mövqeyi ortalıqda yoxdur və bu bizi çox narahat edir. Çünki biz orada normal, demokratik, azad bir dövlətin qurulmasını istəyirik. İran faktiki olaraq orada çoxlu millətlər yaşasa da Azərbaycan xalqının və Fars xalqının şərik dövlətidir. Ancaq təəssüf ki, məsələn, orada Azərbaycanlılar o dövlətin sahibi deyirlər. Orada Azərbaycanlıların hüquqları, xüsusilə Şah dövründə, sonraki mərhələdə İran İslam Respublikası yarandıqdan sonra teokratik rejim tərəfindən, yəni milli hüquqlar pozulur, vətəndaş hüquqları pozulur, demoqrafik hüquqlar pozulur, yəni Azərbaycanlıların yaşadığı ərazilərə bilərəkdən, qəsdən başqa millətlərin nümayəndələrini, dost olmayan millətlərin nümayəndələrini köçürürlər. Orada Urmiya gölü ilə əlaqədar problemlər var, bu problemlər həll olunmur, orada bu əhalinin həyat səviyyəsinə təsir göstərir. Azərbaycan dilinin inkişaf etdirilməməsi, bu dildə universitetlərin olmaması, bu dilin rəsmi dövlət dili səviyyəsinə gətirilməməsi, yəni bütün bu məsələlər təbii ki, bizi narahat edən məsələlərdir və biz İranda müharibədən sonra elə bir dövlətin qurulmasını istəyirik ki, o ya deyək ki, orada yaşayan əsas dominant xalqlar Azərbaycanlılarla Farsların bir şərik dövlət olsun, ümumi bir dövlət olsun, demokratik bir dövlət olsun. Yəni xalqın iradəsi ilə hakimiyyət strukturlarının formalaşdığı bir dövlət olsun və ya biz orada, əgər bu mümkün olmayacaqsa, Azərbaycanın bizim güneyli soydaşlarımızın öz dövlətləri olsun və öz iradələri ilə öz hakimiyyətlərini seçə bilsinlər. Yəni o şüar ki, mövcuddur, azadlıq, ədalət, milli hökumət, bu əslində çox aktual bir şüardır və belə düşünmək ki, güya İranda yaşayan Azərbaycanlılar, Güney Azərbaycanlılar, Azərbaycan türkləri bir müstəqil dövlətini qurmağa hazır deyil, bu barədə təsəvvür yoxdur. Yəni mən baxıram sosial şəbəkələrdə belə fikirlər yayırlar ki, güya orada yaşayanların əksəriyyəti heç müstəqil dövlət olmasını istəmir, onlar İrançıdırlar, onlar teokratik rejim müdafiə edirlər və s. Ancaq bu həqiqət deyil. Sadəcə olaraq İranda elə bir rejim mövcuddur ki, orada millətin öz iradəsini azad şəkildə ifadə etmək imkanı yoxdur. Və milli məfkurəni, milli iradənin ifadə olunmasına imkan olan yeganə məkan bu Traktor futbol komandasının stadionudur ki, orada milli iradənin hansı şəkildə ifadə olunduğunun biz dəfələrlə şahidi olmuşuq. Yəni əslində Azərbaycan xalqı, yəni orada yaşayan bizim 30 milyondan çox soydaşımız öz dövlətini qurmağa da, orada sivil bir dövlət yaratmağa da qadirdir.
Yəni biz bu məsələlər barədə bəzən irad tuturlar ki, siz Azərbaycan problemləri ilə yox, xüsusilə müxalifəti irad tuturlar ki, siz daha çox İranda olan məsələlərlə bağlı danışırsınız. İranda olan məsələlər elə ən böyük Azərbaycan problemidir. Yəni bu bizim məsələmizdir. Azərbaycanın bütövlükdə bu regionun gələcəyinin nə cür olacağı bu hadisələrin yekunundan asılıdır. Düzdür, indi bütün Azərbaycanın bu məsələ gündəmindədir, amma məsələn Müsavat Partiyası üçün bu mövzu həmişə gündəmdə olub. Müsavat Partiyasının proqramında hətta biz orada yaşayan soydaşlarımızın taleyini nə cür görürük, Güney Azərbaycanın taleyini nə cür görürük, bu məsələlər barədə xüsusi bir fəsil mövcuddur. Yəni bu məsələ bizim xalqımızın taleyi üçün, region üçün, bütövlükdə Türk dünyası üçün həddən artıq vacib məsələdir. Məsələn, sizin televiziyanızın adı Media Türk adlanır. Yəni Turan ideyası hal-hazırda Türk dövlətləri arasında ən vacib olan bir ideyadır, ən mühüm olan bir ideyadır. Turanın ortası, Turanın özəyi Güney Azərbaycandır. Əslində Turanın mərkəz şəhəri nə İstanbul deyil, nə Ankara deyil, nə Bakı deyil, nə deyək ki, Daşkənd deyil. Turanın mərkəzi Təbriz şəhəridir. Yəni əgər doğrudan da ciddi bir Turan layihəsi varsa, bu layihənin baş tutması istiqamətində doğrudan da gerçək bir mücadilə aparılırsa, bütün Türk dövlətləri, yəni Qırğızıstandan Türkiyəyə qədər bugün İranda gedən proseslərdə maraqlanmalıdır. Bu məsələlərdə əlaqədar öz vizyonunu ortalığa qoymalıdır, öz resurslarını ortalığa qoymalıdır və konkret olaraq burada, yəni Güney Azərbaycan ərazisində, bilirsiniz də Güney Azərbaycan o tərəfdən də Türkmenlərin, milyonlarla Türkmenin yaşadığı ərazi ilə qonşudur. Yəni arada bir Mazandaran var. Yəni o xəritəni gözünüzün qarşısına gətirin. Çox qısa bir müddətdə deməli burada bir inteqrasiya prosesinin yaranması mümkündür. Biz hesab edirik ki, İranın bu müharibənin yekununda İranda bir tərəfdən demokratik bir dövlət, azad bir dövlət, xalqın iradəsi ilə hakimiyyət strukturlarının formalaşdığı bir dövlət olması və ya Azərbaycanın müstəqil bir, Güney Azərbaycanın müstəqil bir dövlət kimi deməli mövcud olması ilə nəticələnərsə, biz bu müharibənin nəticələrini uğurlu nəticələr hesab edəcəyik və mən hesab edirəm ki, 1925-ci ildən sonra, lap deyək ki, bu məsələlərdə daim da o dövrdən sonra Azərbaycanlılar təqib olunublar. Xüsusilə bu 21 Azər hakimiyyəti 46-cı ilin dekabr ayının 12-sində ki, o süqut etdirildi imperiyalar tərəfindən, ilk növbədə Stalin və Rusiya imperiyası tərəfindən. Ondan sonra orada bir dövlətin yaranması, orada milli hüquqlarımızın, mədəni hüquqlarımızın bərpa olunması üçün ən uğurlu bir şərait yaranıb, ən uğurlu bir fürsət yaranıb. Mənə elə gəlir ki, ilk növbədə Azərbaycan, sonra Türkiyə və bütövlükdə Türk dünyası bu imkanı, bu fürsəti dəyərləndirməlidir.